A üstə gəl M9 şərti ödənərsə, A, B və M parametrlərin qiymətini hesablayın. İndi sonsuz sayda şərtimiz nə idi? Sonsuz sayda həllin olma şərti. Nisbətlər hamısı bərabər olmalıdır. X-lərin əmsalları nisbəti, Y-lərin əmsalları nisbəti, bir də sərbəst ədədlər. Yəni A bölünsün 6 bərabərdir. M bölünsün 12, o da bərabərdir. 8 bölünsün B olmalıdır. Və bir də belə bir şərt verib. A üstə gəl M bərabərdir 9-a. Bu şərtdən istifadə edək. Gəlin, bunun istifadə etməkdən ötürü A ilə M arasındakı bu iki bərabərlikdən istifadə edək. Tənasüb kimi yazsam, bir daha altdan yazıram. Yəni, çarpaz vurub yazıram. 12A bərabərdir 6M. Hər tərəfi gəlin 12-yə ixtisar edeyim. 6-ya daha doğrusu. Burada qalacaq 2 bərabərdir M. İndi, bu M-in 2A qiymətini əvəz etməklə burada istifadə edib yazaq. A üstə gəl, M-in yerinə də 2A bərabərdir 9. 3A bərabərdir 9-a, A bərabərdir 3-ə. M bərabərdir 2A olduğuna görə 6-ya. Indi burada yerinə yazaq, B-ni tapaq. M bölünsün 12, yəni 6 bölünsün 12 bərabərdir 8 bölünsün B. 6 ilə 12-ni ixtisar edərik 2-də 1. Demək ki, 2-də 1 nisbətində olmalıdır. Bax, 8 bölünsün B. Çarpaz vuraq. B bərabərdir 8 vurulsun 2, bu da 16. Demək, A oldu 3, M oldu 6, B də oldu 16. Bizdən də bunları istəyirdi.